Hər vaxtınız xeyir olsun, əziz tələbələr. Bugünkü video dərs mövzumuz təşkilatlarda dəyişikliyin idarə edilməsi olacaqdır. Əvvəlcə bu dərs mövzusunun məzmunu haqqında sizə məlumat vermək istəyirəm. Bu dərsdə biz nəyi öyrənəcəyik? Ümumiyyətlə, dəyişikliyin mahiyyəti və önəmi haqqında, təşkilatlarda dəyişikliyə səbəb olan faktorlar və ya güclər haqqında, təşkilatlarda dəyişiklik baş verən sahələr nələrdir, onlara toxunacağıq. Daha sonra təşkilatlarda dəyişikliyi addım-addım bir proses kimi təhlil edəcəyik. Dəyişikliyə qarşı müqavimətin mahiyyətini danışacağıq. Bu müqavimətin aradan qaldırılması yolları haqqında məlumat verəcəyik. Ümumiyyətlə, təşkilatlarda dəyişikliyin idarə edilməsinin mahiyyətini izah edəcəyik və bu idarə etmə prosesində, təşkilatlarda dəyişikliyin idarə edilməsi prosesində müasir yanaşma və metodlarla nümunələr gətirəcəyik və eyni zamanda sonda müxtəlif növ təşkilatı dəyişiklik çeşidləri haqqında məlumat verəcəyik. Hər şeydən əvvəl biz başa düşməliyik ki, insan ilk mədəniyyətlərini formalaşdırmağa başladığı gündən ta bugünkü süni intellekt ilə xarakterizə olunan bir dövrə qədər keçdiyi bütün mərhələlərdə məhz dəyişiklik ilə təkamül prosesini əldə etmişdir. Ümumiyyətlə, mütərəqqi bir mədəniyyətdə dəyişiklikdən qaçınmaq mümkün deyil və bu cəmiyyətimizdə istər biznes sahəsində, istər iqtisadiyyatda, istər siyasi, elm və texnologiya, eyni zamanda institusional sahələrdə də dəyişikliklər nəinki tərəqqilərlə, hətta inqilablarla xarakterizə olan mahiyyətdə baş verir. Dəyişiklik təşkilatları əslində açıq sistem anlayışı ilə fəaliyyət göstərdikləri üçün təşkilatlara əlaqədar edən bir mövzu olur. Yəni, biz ətrafımızda baş verən, istər təşkilat daxilindən qaynaqlanan olsun, istər təşkilatın xaricindən qaynaqlanan olsun, hər hansı bir amillərin dəyişikliyə tələb etməsi, təşkilatlar da dəyişikliyə vadar edən səbəblər olurlar və bu dəyişikliyə uyğunlaşma qabiliyyəti olmayan təşkilatlar, yəni qapalı sistem anlayışını mənimsəyən müasir biznes təşkilatlarının gələcəyi yoxdur və yaxud da ki, onlar tezliklə iflasla və yaxud da ki, yox olmaqla üz-üzə qala bilərlər. Müasir menecerlərin işi əslində yeni meydan oxumaların, yəni problemlərin, çətinliklərin öhdəsindən gəlmək, eyni zamanda təşkilatın inkişafı üçün imkanlardan səmərəli istifadə etməkdir. Burada əsas mövzu baş verəcək dəyişiklikləri nə cür effektiv idarə etmək olacaqdır. Misal versək buna, yeni bir işçi işə götürülə bilər, yeni bir iş parçası alına bilər və yaxud da ki, iş yerinin yenidən təşkili baş verə bilər. Hansı ki, bunlara xarakterizə etsək, iş qrupundakı dəyişikliklərlə, iş üsullarındakı dəyişikliklər və iş axınının özünün mahiyyətinin dəyişməsi baş verdiyi zaman, burada bizim üçün önəmli olan hər birisinə ortaq xüsusiyyəti, önəmli olan xüsusiyyəti dəyişikliyi necə effektiv idarə edəcək sualına qarşı bizim axtaracağımız cavabda məhz həmin menecerlərin müasir bilik və elmi nəzəri biliklər, eyni zamanda praktiki biliklərin tələb etməyi olacaqdır. Təşkilatlar özlərində nəyi dəyişirlər? Yəni, biz təşkilatı dəyişiklik dediyimiz zaman, təşkilatın nəyi dəyişir baxdığımız zaman, bu ümumilikdə təşkilatın strukturu dəyişə bilər, iş prosesləri dəyişə bilər və yaxud da ki, məhsul və ya xidmətlərdə modifikasiya və yaxud da ki, transformasiya, təkmilləşdirmə ilə nəticələnə bilər. Təşkilatlar üçün bu baxımdan elastik olmaq, çeviş davranmaq və ya digərlərlə ətraf mühit amillərlə uyğunlaşa bilmək qabiliyyəti lazımdır. Bunun özü də təşkilatın özünün strukturu da daxil olmaqla bütün sahələrdə dəyişikliyə açıq olmaq, ekstravent bir anlayışda olmağı tələb edir. Ümumiyyətlə, bu kontekstdən baxdığımız zaman təşkilatlardakı ən elastik təşkilatlar, daha doğrusu, xüsusiyyətlərinə baxdığımız zaman dəyişməyə dəyər verən, mədəniyyəti mənimsəyən təşkilatlardır. Eyni zamanda dəyişiklikləri effektiv şəkildə həyata keçirməyi bilən menecerlərə malik olan təşkilatlardır. Buradan yola çıxaraq biz deyirik ki, bu sadəcə hər hansı bir strukturun müəyyən bir bölmələrinin öhdəliyində olan məsələ deyil. Təşkilat ümumilikdə dəyişikliyə asılı olmaq mədəniyyətini mənimsəməlidir. Eyni zamanda bu istiqamətdə vizyona malik menecerləri
özündə ehtiva etməlidir. Biz məzmunda da sadalamışdıq. Təşkilatlarda dəyişikliyə səbəb olan faktorlar nələrdir? Bunlar ümumiləşdirildiyi zaman xarici və daxili olaraq faktorlara biz bunlara və ya güclərlə bunu ifadə edirik mənbələrdə ikiyə ayıra bilərik. Hansı ki, əmək qüvvəsinin ümumi xarakterində dəyişikliklər ola bilər, texnologiya ilə, iqtisadi şoklarla bağlı dəyişikliklər ola bilər, qlobal mənada rəqabət mühitinin xarakterinin dəyişməsi ilə bağlı ola bilər, sosial olaraq bütün dünyada trendlər, meyillərin dəyişməsi ola bilər, eyni zamanda dünya siyasətində gedən müasir geosiyasi proseslər də təşkilatlarda dəyişikliyə səbəb ola. Buna misal verə bilərik ki, hal-hazırda Çin bazarının sürətlə inkişaf eləməyi və yaxud da ki, son 6 ildə yaşadığımız pandemiyanın təşkilatlarda müəyyən dəyişikliklərə vadar etmə səbəbi olduğunu qeyd edə bilərik. Digər bir amilimiz isə daxili faktorlarla bağlıdır, hansı ki, bu daha çox idarə personalla dəyişiklik tələbləri ilə əlaqədar ola bilər, motivasiya ehtiyaclarının azalması ilə bağlı dəyişiklik amili ortaya çıxa bilər. Ümumiyyətlə, işçilərin sadəcə motivasiya üçün deyil, ümumiyyətlə iş yerindən gözləntilərinin dəyişməsi trendi ilə bağlı ola bilər. Mövcud sistemindəki hər hansı bir çatışmamazlıqlar, nöqsanlarla bağlı ola bilər və böhran halında dəyişiklik səbəb ola bilər. Eyni zamanda işçilərin gözləntiləri, hansı ki, qərarlarda iştirak etmək, onların effektiv bir təşkilati mexanizm tələbləri və yaxud da ki, məmnun edici bir iş mühitinin olmasına dair gözləntiləri, eyni zamanda maaşla bağlı gözləntiləri də daxili mühitə aid təşkilati dəyişiklik gücləri və yaxud da ki, səbəbləri, faktorları ola bilir. Biz qeyd etdik, təşkilatlarda dəyişiklik nələrdə baş verir, hansı sahələrdə baş verir? Təşkilatın özü ilə bağlı, yəni bütün politikalarında, prosedurlarında və ya struktur münasibətlərində, mükafatlandırma şəkillərində, növlərində və ya da ki, rollarda təşkilatlar dəyişiklik edə bilərlər. Təşkilatlar işlərin, gördükləri işin məqsədləri ilə əlaqədar dəyişiklik, hansı ki, hədəflər, prioritetlər, standartlar və ya da ki, resurslarla bağlı dəyişiklik edə bilirlər. İşçilərlə bağlı, hansı ki, burada onların biliklərinin, bacarıqlarının, bizlərlə münasibətlərinin, davranış və ya motivasiyalarının qazandırılması nöqteyi nəzərindən və ya təkmilləşdirilməsi nöqteyi nəzərindən dəyişiklik prosesi izləyə bilərlər. Sosial faktorlarla, iş metodlarının özləri ilə bağlı təşkilatlar dəyişiklik həyata keçirə bilirlər. Bəzən də bunları kompakt şəkildə, daha kompleks formada həyata keçirilən dəyişiklik nümunələrinə rastlaya bilirik. Biz dəyişikliyə bir proses kimi baxdığımız zaman hər şeydən əvvəl hazır ki, qeyri-məmnunluq dərəcəsi müşahidə etməliyik. Yəni, bir dəyişiklik hər hansı bir lüzumsuz yerə edilmir, mütləq mənada sadaladığımız o sahələrin birində və ya da ki, təşkilatın bütün strukturunda qeyri-məmnunluq halı müşahidə olunmalıdır. Buna uyğun arzulanan alternativimiz olmalıdır və bu alternativi reallaşdıra biləcəyimiz planımızın olmağı şərtdir. Daha sonra biz bu planımızı fayda-xərc analizi ilə təhlil edirik. Əgər ki, faydamız xərclərdən üstün olacaqsa, bu zaman dəyişikliyə gedirik, dəyişiklik həyata keçirilir, tətbiq edirik onu və yaxud da ki, digər tərəfdən xərc faydadan çox olacaqsa, bu zaman təşkilatlarda dəyişiklik etmək çox da arzu olunan və yaxud da ki, effektiv olacağı güman edilməyən bir hal ilə nəticələnir. Biz hesab etsək ki, təşkilatlarda dəyişikliyi tətbiq edəcəyik, bu zaman bu asanlıqla həyata keçirilmir, bu baş verəcəksə, onu tətbiq etmək bəzən asan olmur. Xüsusən də işçilərin bizim tətbiq edəcəyimiz dəyişikliyə qarşı müqaviməti ilə biz rastlaşa bilərik. Bu müqavimətin mənbələrinə elmi və empirik çalışmalardan yola çıxaraq biz mənbələrdə rastlayarıq ki, bu müqavimətin mənbələri fərdlərlə bağlı ola bilər, sosial mənada qruplarla bağlı ola bilər, təşkilatın özündən qaynaqlanan müqavimət mənbələri ola bilər. Hansı ki, fərdlər öz vərdişlərindən
məhrum olmaq narahatlığına, qayğısına görə müqavimət göstərə bilərlər. Onların təhlükəsizliyi ilə bağlı bir narahatlıqları varsa müqavimət göstərə bilərlər. Eyni zamanda hər hansı bir qeyri-müəyyənlik narahatlığı da onlarda bir müqavimət səbəbi ola bilir. Bəzən də fərdlər ümumiyyətlə həyata keçiriləcək və ya həyata keçirilməkdə olan dəyişiklik haqqında məlumatsızdırlar, ona maraqsız yanaşa bilirlər. Digər bir mənbəyimiz dedik ki, komandalarda, qruplarda digərlərinin mənfi münasibəti nöqteyi nəzərdən fərdlər də həmin təzyiqi nəzərə alaraq dəyişikliyə qarşı müqavimət göstərə bilirlər. Lakin bunlarla birlikdə təşkilatın özündən qaynaqlanan, hansı ki, təşkilatlar bəzən biz sadaladıq ki, dəyişiklik lüzumsuz yerə edilməməlidir. Bəzən iş yerlərində yanlış bir qərarla təşkilatın daxili strukturunda ifrat dərəcədə qərarlılıq müqavimət səbəbi ola bilir. Dəyişikliyə qarşı məhdud səviyyədə diqqət göstərilməsi, ümumilikdə strukturdan qaynaqlanan elementlərlə səbəblərə görə müqavimət ola bilər. Bəzən müəyyən iş yerlərinin peşələrinin itirilməsi, misal üçün bir iş yerində bir neçə təmizlikçi, işçi biz ehtiva ediriksə, oraya alınmış yeni bir texnoloji avadanlığın bir neçə şəxsin işini itirməyi ilə nəticələnəcəksə, bu da təşkilatından qaynaqlanan müqavimət səbəbi ola bilir. Ümumiyyətlə, qurulmuş səlahiyyət güc münasibətlərinə təhlükə kimi də bunu qavraya bilirlər işçilər. Bəzən də resursların disbalans formada bölüşdürülməsi dəyişikliyə qarşı müqavimət səbəbi təşkilatlar baxımından ola bilir. Bizim üçün vacib olan, təşkilatlarda dəyişikliyin idarəməsi baxımından vacib olan bu müqavimətin necə aradan qaldırılması sualıdır. Bunun üçün təşkilatlarda əsasən istifadə olunur təlim və ünsiyyəti effektiv şəkildə istifadə ilə dəyişikliklə bağlı idari qərarlarda işçilərin və yaxud da ki, tabiçilikdə olan şəxslərin iştirakını təmin etməklə, asanlaşdırma, mentorluq, dəstək proqramları təşkil etməklə, bəzən müzakirələr, danışıq, razılaşma metodlarından istifadə edirik, manipulyasiya, digərlərini əməkdaşlığa cəlb etmək kimi üsullardan da istifadə edirik. Arzu olunmayan, lakin istisna hallarda tətbiqi mümkün olan rəhbərlik tərəfindən təzyiq üçün səlahiyyət gücündən istifadə, yəni digərlərini müqavimət göstərənləri məcbur etmək kimi metodlardan istifadə edilərək biz dəyişikliyə qarşı müqavimətin aradan qaldırılmasını təmin edə bilərik. Eyni zamanda bu sadaladığımız metodları biz dəyişikliyə müqavimət şkalası ilə dəyişikliyə müqavimətin ölçüsünü qiymətləndirdikdən sonra biz həmin hansı metodu istifadə edəcəyimizə qərar verə bilərik. Burada qəbul mərhələsi vardır. Yəni, təşkilatdaşı dəyişikliyə qarşı qəbul səviyyəsində, laqeydlik səviyyəsində, passiv müqavimət səviyyəsində, aktiv müqavimət səviyyəsində dəyişikliyə qarşı müqavimət şəkilləri ortaya çıxa bilər. Misal üçün, qeyd etsək, burada qəbul səviyyəsində bunlar istəyərək dəyişikliyi qəbul edirlər və yaxud da ki, lazımi həmrəylik göstərə bilirlər, köməklik göstərə bilirlər. Kiçik bir idarə təzyiqlə qəbul etməyə məcbur olurlar. Bunu sayırıq biz qəbul şəklində, qəbul səviyyəsində müqavimət, laqeydlik səviyyəsində özünü dəyişikliyə uzaq hiss edə bilərlər, biganə laqeyd yanaşa bilərlər. Eyni zamanda hər hansı bir işə olan marağı azalda bilərlər, sadəcə tapşırılanı etməklə, boyun qaçılan davranışlar sərgiləməklə, kiçik protestlər, etirazlar bildirməklə, mümkün olduğu qədər az işləməklə pasiv müqavimət göstərə bilirlər. Bəzən də aktiv müqavimət şəklində bunlar hansı ki, işləri yavaşlatmaq, işə gəlişi ləngitmək, işə qəsdən gəlməmək, səhvlər etmək, iş proseslərini pozmaq, təxribatlar etmək və nəticə etibarıyla ən sonda işdən ayrılmaq, işi tərk etmək, yəni ərzə yazıb işdən çıxmaq şəklində aktiv müqavimət olan müqavimət şəkilləri, müqavimət dərəcələri vardır.
Biz dəyişikliyin idarə edilməsi yanaşmalarına standart model və ya yanaşmalarla bunu biz idarə edə bilərik. Bunlardan biri psixoloq Kurtlevinin tərəfindən hazırlanmış dəyişiklik 3 mərhələli dəyişiklik modelidir. Burada ilk mərhələ dondurmaq, dəyişdirmək, yenidən dondurmaq şəklində biz bunu adlandırırıq. Hansı ki, dəyişiklik liderinin buradakı vəzifəsi dəyişməyə olan ehtiyacı hiss etməkdir. Yəni, qeyri-məmnunluq səviyyəsini, qeyri-məmnunluq halını müşahidə etməklə başlanmalıdır. Daha sonra burada biz dəyişikliyin tətbiqini və tətbiq olunmuş prosesin yenidən sabitləşdirilməsini bu modeldə görə bilirik. Hansı ki, burada ilk halda əlaqədar insanlarla yaxşı münasibət qurulmalı, digərlərinə indiki davranışların təsirli olmadığını izah etməyə çalışmaq üçün köməkli edilməlidir. Dəyişikliyə qarşı ifadə olunan müqaviməti minimuma endirərək ilk halı biz dondurmaqla həyata keçirə bilirik. Daha sonra yeni, yəni daha təsirli davranış yollarını müəyyən edərək vəzifələrdə, insanlarda, texnologiyada, strukturlarda dəyişiklik seçirik və bu dəyişiklikləri yerinə yetirmək üçün tətbiq yerinə hərəkətə keçirik. Nəticə etibarında qəbul olunmuş davranışları davamlılıq yaratmaq üçün resurs dəstəyi ilə təmin edərək performansa bağlı mükafatlardan və müsbət möhkəmləndirmələrdən istifadə edərək dəyişikliyi sabitləyirik. Buna da yenidən dondurmaq mərhələsi olaraq ifadə edirik. Müxtəlif növ dəyişikliklərə baxdığımız zaman planlı, plansız, makro, mikro, vaxta yayılmış, ani baş verən, proaktiv, reaktiv şəkildə müxtəlif növ dəyişikliklərimiz var ki, hansı ki, burada əgər ki, əvvəlcədən müəyyən edilmiş məqsədlər, strategiyalar, resurslar əsasında sistemli şəkildə həyata keçiriləcəksə, buna planlı deyirik. Plansız dəyişikliklər isə gözlənilmədən hər hansı bir hadisəyə qarşı spontan, yəni öz-özünə ortaya çıxa bilən və çox vaxt hazırlıqsız formada baş verir. Buna pandemiyada təşkilatların tətbiq etdiyi dəyişiklikləri misal göstərmək olar. Təşkilatın bütünlükdə bütün strukturunu, strategiyasını və fəaliyyət istiqamətlərini əhatə edirsə buna makro, yalnız müxtəlif funksiyalarda və yaxud da ki, ayrı-ayrı bölümlərdə tətbiq edilən dəyişikliklərə isə mikro səviyyədə dəyişiklik deyirik. Bəzən dəyişiklik tədrici olaraq müəyyən vaxt dilimində, bu 1 illik ola bilər, 3 illik ola bilər, 5 illik ola bilər, şəklində həyata keçiriləcəksə, buna deyə bilərik zamana yayılmış dəyişiklik və radikal olaraq qısa müddətdə atılan addımlarla sürətli və bəzən də kəskin şəkildə, hansı ki, riskləri daha çox ola bilər, baş verən dəyişikliyə ani dəyişiklik deyirik. Əvvəlcədən tədbirlər alınaraq proqnozlaşdırılan riskləri və imkanları öncədən qabaqlamaq niyyəti ilə ölçülən tədbirləri biz proaktiv dəyişiklik olaraq ifadə edirik. Reaktiv isə dəyişiklik baş verdikdən sonra, yəni ətraf mühitimizdə bizim aid olduğumuz sistemin dəyişikliyi ilə daha sonra ona uyğunlaşma baxımından reaktiv dəyişiklik növündə ifadə edə bilərik. Yenə hər tərəfli bu makroda dediyimiz kimi dar miqyasda isə yalnız müəyyən bir sahəni və yaxud da ki, funksiyanı əhatə edən dəyişiklik növü vardır. Aktiv, pasiv, bəzən bu aktiv dəyişikliklər rəhbərlik və ya təşkilat tərəfindən təşəbbüskar şəkildə həyata keçirilir və idarə olunur. Pasivdə isə daha çox dəyişikliklər xarici mühit təsirlərinin nəticəsində baş verir və təşkilatların bu prosesdəki nəzarəti nisbətən aşağı olur. Bəzən təkmilləşdirmək üçün addım-addım və yaxud da ki, kökündən dəyişmək üçün radikal şəkildə dəyişiklik növləri də həyata keçirilə bilir. Və bu radikal dəyişikliklərdə bəzən böyük dəyişikliklər, yüksək risklər daşıya bilir. Dinlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.